Salam, mən Könül xanımın otağını axtarırdım. Psixoloq Könül xanım. Qapını ört, gir içəri Cavan abla. Lənət sənə şeytan. Xanım, mən 2-də görüşüm var, gecikirəm. Deyən sizə zəhmət olmasa, hansı otaqdadır, mən gedərdim. Sənə dedim axı, gir içəri, kilidi vur. Xanım, bax, mənim yoldaşım deyirəm ki, işdən çıxıb bura gələcək. Yəni, buraya bir yerdə gedərdik də evə, başa düşdünüz. Yəni, nətər deyim, deyərcən geçsəniz otaqda, mən gedərdim də. 3-cü dəfə də artıq deyirəm ki, qapını ört, gir içəri. Mən gəlim örtüm, yəni. Var yoxuna elə deyirəm, siz başqa vaxt desəydiniz, mən bütün azlar qapını çoxdan örtmüşdüm. Həm də mən nətər, Könül xanım, mən həyat yoldaşımın sinif yoldaşıdır. Mən nətər deyim? Ay Vüqar bəy, könül mənəm də, buyurun keçin içəri zəhmət olmasa əyləşin. Söhbətimizə başlayaq. Ha, ona görə deyirəm də, mənim beynim normal düşünmür, Könül xanım.